Bugün biz sadəcə bir evin qapısından keçmirik. Təkcə bir nəfərin yox, bütöv bir xalqın yaddaşında əbədi iz qoymuş qəhrəman həyatına toxunuruq. Biz bugün şəhid Ayaz İmanzadənin ailə ocağındayıq. Bu ev onun ilk addım atdığı, ilk dəfə ana deyib gülümsədiyi, ilk dəfə vətən sevgisini qəlbində duyduğu yerdir. Buradan yola çıxdı Ayaz. O vətənə xidmətə yollandı və bu yolda ömrünün ən uca zirvəsinə çatdı. Ayaz İmanzadə artıq bir ad deyil. O bir ailənin fəxri, bir millətin güvəni, gələcək nəsillər üçün örnək bir həyatdır. Bugün şəhidin səsi Ayaz İmanzadənin adı ilə səslənir. İndi isə gəlin birlikdə onun həyatına və mübarizə yoluna həsr olunmuş video şərxi izləyək. Daha sonra qaldığımız yerdən davam edəcəyik. Şəhid Ayaz İmanzadə 3 dekabr 1996-cı ildə Neftçala rayonunda dünyaya gəlmişdir. İlk təhsilini 5 yaşında Aprel döyüşlərinin milli qəhrəmanı Samid İmanovun adını daşıyan bir saylı məktəbdə almışdır. 9-cu sinifdə oxuyarkən Türkiyədə yerləşən hərbi məktəbə imtahanla qəbul olunmuşdur. Lakin ailəsinin razılığı olmadığı üçün 10-cu sinifdə yenidən imtahan verərək Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olur və 3 il orada təhsil alır. 2015-ci ildə Ayaz həyatında ən çox sevdiyi insanı, anasını amansız bir xəstəlik nəticəsində itirir. Bu ağır itkiyə baxmayaraq o seçdiyi peşədən vaz keçmir. Anasının vəfatından cəmi 3 ay sonra Heydər Əliyev adına hərbi akademiyaya qəbul olur. Ayaz 26 iyun 2019-cu ildə leytenant rütbəsi ilə akademiyanı bitirir. Gənc leytenant kimi ilk təyinatı Ağcabədi rayonunun en saylı hərbi hissəsinə olur və burada takım komandiri kimi xidmətə başlayır. 14 yanvar 2020-ci ildə isə Füzuli rayonunun ön cəbhəsində yerləşən digər bir hərbi hissəyə təyinat alaraq xidmətini davam etdirir. Ayaz ailəli idi. 1 aprel 2020-ci ildə Ceyran adlı qız övladı dünyaya gəlir. Ayaz qızına anasının adını vermişdi. Vətənə bağlılığı ilə seçilən Ayaz təlimlərlə əlaqədar olaraq ilk dəfə övladını 3 aylığında qucağına alır. Cəbhədə xidmət etdiyi üçün övladını yalnız 2 dəfə görə bilir. 27 sentyabr 2020-ci il tarixindən etibarən Ayaz Füzuli istiqamətində gedən döyüşlərə qoşulur. Öz takımı ilə bircə böyük şücaətlər göstərir. Çoxlu sayda əskər və döyüş yoldaşlarını yaralı vəziyyətdə xilas edir. Yaşı cəmi 24 olsa da həm əskərləri, həm də döyüş yoldaşları arasında böyük hörmət qazanmışdı. Əskərlərinə zarafatla körpələrim və ya pingvinim deyə xitab edərdi. Çörəyini onlarla bölüşərdi. Ayaz susuz vəziyyətdə 2 oktyabr 2020-ci ildə şəhadətə ucalır və doğulub boya başa çatdığı Neftçala rayonunun Şəhidlər Xiyabanında dəfn olunur. Həyat yoldaşınızla bağlı xatirələrinizi bizimlə bölüşərdiniz. Ayazdan çox şey danışmaq olar. Birincisi onu deyə bilərəm ki, Ayaz vətənə çox bağlı idi. Vətənə onun sevgisi başqa idi. Uşaqlıqdan ən böyük xəyalı ilə hərbiçi olmaq idi. Və həmişə də hər şeyə tələsirdi. Məktəbə getməyə belə tələsib. İlk 5 yaşında 1-ci sinifə başlayıb. Başladığı məktəb ilə Aprel döyüşləri milli qəhrəmanı Samid İmanov adına məktəbdir. 9-cu sinifdən Türkiyə Hərbi Hava Qüvvələri liseyinə qəbul olub. Yalnız cavan dünyasında yaşayan anasının narazılığı ilə gedə bilməyib. 10-cu sinifdən yenidən imtahanla
Naxçıvanska adına hərbi liseyə qəbul olur. 3 il oranı oxuyur və 2015-ci ildə cavan anasını xərçəng xəstəliyindən itirir. Buna baxmayaraq özünü toparlayır və 3 ay sonra Heydər Əliyev adına hərbi akademiyaya qəbul imtahanı verir və qəbul olur. Və 2019-cu ildə isə leytenant rütbəsini alır. Bizim tanışlığımız isə 2017-ci ildə baş tutur. Rəna İmanzadə həm də mənim tələbə yoldaşım olmaqla yanaşı, həm də baldızımdır. Onun vasitəsilə biz tanış olmuşuq. Və tanışlığımız da ki 3 gün idi tanış olmuşduq. 14 fevral bizə qonaq gəldi. Rəna da mənimlə birlikdə ev yoldaşım olub bizdə qalıb. Bəs gəldi, yaxınlaşıb sual verdi ki, bəs mən əzizim anamı itirmişəm, sən də əzizin atanı itiribsən, ikimiz də eyni xəstəlikdən valideynlərimizi itirmişik. İcazə verərsən mən sənə ata, sən mənə ana olarsan. Yəni evlilik təklifi belə onun qeyri-adi idi. Sadəcə düşünmək istədim. Amma buna baxmayaraq, yəni atamın il dönümünə az qalırdı. Bir də gördüm ki, bütün ailə üzvlərin özü olmasa belə atamın il dönümündə mənim yanıma göndərib. Düşündüm ki, bu insanla ailə həyatı qurmağa dəyər. Bu cür indidən belə hörmət göstərirsə, bizim qayğımıza qalırsa, olar. Və hə dedim, 2 il yarım nişanlı olduq, kursant yolu gözlədim. Elə olurdu həftələrlə, aylarla səsini eşitmirdim. 3 ay, 4 ay keçirdi, bir-birimizi görürdük, bir gün, elə vaxt olurdu 2 saat. Sonra da ki, 2019-cu ildə mən pedaqoji universiteti bitirdim, o akademiyanı və iyulun 11 ailə qurduq. 14 gün sonra ilk təyinatı Ağcabədi Ensali hərbi hissəyə verildi və biz 6 ay orada yaşadıq. Düzdür, kənd evi idi, şəraiti o qədər də olmasa, həm evyəmiz, həm qonşularımız unudulmaz insanlar idi. Yoldaşımla demək olar ki, ən gözəl xatirələrimiz orada oldu. Və biz bildik ki, artıq ata-ana olacaq, valideyn olacaq. Onun sevinci daha çox oldu. Eşitdi ki, qız övladı olacaq. Mən düşünürdüm ki, hərbçilər oğlan övladını daha çox sevir, amma o biləndə ki, qız övladı olacaq, ilk elə eşidən kimi dedi ki, mənim kiçik anam dünyaya gələcək, Ceyran. Və öz anasının adını qoydu, uşaq dünyaya gəlməmişdən. Və sonra 6 ay sonra yanvarın 14-ü yoldaşımı Füzuli rayonuna cəbhəyə göndərdilər, tağım komandiri kimi. Və biz ayrılmalı olduq. Mən qaynatam gilə, o isə cəbhəyə getdi. Yəni, onda da ki, ancaq telefonla elə bir yer idi, yəni danışa bilmirdik, təlimlərdə olurdu. Qızımız aprelin 1-i dünyaya gəldi, aldatdı günü. Ona deyəndə ki, qızımız dünyaya gəlib, elə bilirdilər ki, ona alladırıq, aldatdı günüdür. Axır böyük tabor komandiri ona deyib, ondan sonra inanmışdı. Və qızımızı ilk dəfə 3 ay olarkən gəlib görə bildi, qismət oldu. O qədər yəni işinə bağlı bir insan idi. Hətta ki, əskərlərin o qədər çox istəyirdi, onlara körpələrim deyirdi, ya da pilgivinlərim deyirdi zarafata, yer işlərinə görə. Ona indinin özünə qədər də çox sadiq qalan əskəri var. Hələ də bizlə əlaqələrini kəsməyiblər, danışırlar. Hər bayramda qızımızı gəlib ziyarət edirlər, hər ad günündə. Onlar özləri də deyir ki, o bizim üçün yəni qardaş olub. Həm yaşı az idi, 24 yaşı var idi. İnanırsınız ki, o maaşını alanda öz qazancından onlara başqa bir şeylər alırdı. Onlarla bir süfrə arxasına əyləşirdi. Heç vaxt o cəbhədə belə olsa, necə deyim, usula arxasında əyləşmədi. Hətta yoldaşımın sentyabrda təyinatı Bakı şəhərinə verildi. O təyinatın belə yəni cəbhəyə dəyişmədi. Çünki bilirdi ki, müharibə başlayacaq. Qızımızı ilk dəfə 3 ayında gəldi, gördü. Çox sevindi. Atalıq hissi dedi, indi bilirəm nədir. Amma generalımızın şəhid xəbəri gəldi. Çox yanımızda qala bilmədi. Geri qayıtdı cəbhəyə. Təlimlər başladı. Bir də qızımızdan axırıncı dəfə gəldi. Sentyabrın 7-si vaxt keçirtməyə, gecə gəldi. Və dedi ki, qızımdan sarı darıxdım, gəldim sizdən vaxt keçirtməyə. Bir gün qonağımız oldu. Deməmiş ki, bizlə sonuncu dəfə yəni vidalaşmağa gəlib. Qızımızı da qucağından yerə qoymadı. Ondan bir gün keçirdi, həyətə düşdü onunla birlikdə. Sonra heç nə
hamımızdan bir mamamdan halallıq aldı. Mamam dedi ki, bəs niyə belə danışırsan? Sonra da dedi ki, gülüb gəlib məni biraz həyətə qədər ötür. Düşdüm, ötürdüm onu liftə qədər. Dedi, sənə bir söz demək istəyirəm. Dedim, de. Dedi, bəs mən bilirəm ki, mən şəhid olub gələcəm. Dedim ki, sən niyə belə danışırsan? Müharibə yox, bir şey yox. Dedi, gülüb, Şuşada biz toy tutacaq. Təlimlər də neçə ayda, ona görə evə gəlmirəm. Müharibə başlayacaq. Mən əskərlərimi qoyub Bakıya da gəlib işləyə bilmərəm. Mənə şərəfsiz deyərlər. Mən cəbhəni qoyub gəlsin. Dedim ki, heç olmasın olar gizlənərsən. Söz yox, onun potensialımı bilirdim, o gizlənən deyil. Dedi ki, əgər mən gizlənsəm, o gizlənsə, o getməsə, bu getməsə, mənim ana bacılarımın başına Xocaldan da 5 veteran gətirərlər. Hətta indiyinə qədər yadımdan çıxmır. Qayıtdım, dedim ki, bəs bizi kimə əmanət edib gedirsən? Dedi ki, sən atasız oldun, böyümədin, mən anasız oldum, böyümədim. Mən sənin kimi qadına uşağımı tapşırıram. Bir də ki, dövlətimdən çox xalqıma inanıram, xalqıma tapşırıram qızımı. Yaxşı olacaq hər şey. O sözü deyəndən inanırsınız. Müharibənin başlamağını eşitdim. Mən anam gezat dedi ki, bu qədər şey olmadı, pessimist olma, hər şey yaxşı olacaq. Amma bilirdim ki, yəni o onu beyninə qoyubsa, qabaqda irəlidə gedəcək Ayaz. Və 2 oktyabr zəng gəldi ki, mənə, bəs Ayaz yaralanıb, başından səni istəyir, səni görmək istəyir. Neftçala xəstəxanasına yerləşdiriblər. Özümə sualım oldu ki, bəs Papalinə Bakıya niyə gətirməyiblər Respublikanskaya? Valideynlər də söz tapdı ki, mənə dedilər ki, bəs hamını öz rayonuna göndərirlər. Şəhərdə xəstəxanalarda yer yoxdur, dolub. Onun da səbəbi o idi ki, üzr istəyirəm, 2-ci övladıma hamile idim, onu itirməyək deyə. Qucağımda da 5 aylıq körpə ceyran, itirməyim deyə elə dedilər. Heç nə, yollandıq Neftçalıya, qardaşım, baldızım da bilir. Onlar da sakit dayanıblar, anam deyil. Rayona girdi, Qaynatamgilin küçəsini keçdi. Dedilər, xəstəxanaya sən aparır. Xəstəxananı keçdi, deyirəm, hara gedirik? Demirlər, hamı da özünün maşında necə sıxıb. Sonra heç nə, mən orada 4 gün gəlin olmuşam. Şəhidlər xiyabanına girdi. Daim oğluydu şofer. Heç nə, maşının qapısını açdı. O qədər adam var idi, izdiham var idi. Yollara güllər düzmüşlər. Mənim yoldaşım Neftçalanın ilk şəhididir. Və heç nə, daim oğlu qışqırdı ki, xahiş edirəm sizdən, şəhidin ailəsinə yol verin, yoldaşı ilə vidalaşın. Onu da mən sual verdim ki, şəhidin ailəsi kimdir, kimi şəhid olub. Hamı çəkildi, yaşasın Azərbaycan deyən kimlər, ağlayanlar, yol verildi. Gördüm, bir nəş gedir bayrağa, üçlü, qarşısında da yoldaşımın şəkli. Mənim üçün nə qədər ağır da olsa, xahiş elədim ki, üzün görüm. Dedilər ki, yox, bazı istəmə bunu. Heç nə, dəfn olmağını izlədim, məzara qoyulmağını izlədim. Sonra da ki, xəbərim olmadı özümdən. Sonra da xəbər tutdum ki, övladımı da itirmişəm. Yəni, mən yoldaşımı itirən gün, tək yoldaşımı yox, onsuz uşaqlıqdan atamı itirmişdim. Elə bildim ki, yenidən atamı itirdim. Çünki mən Ayazda atamı tapmışdım. Yaşı az idi, amma düşüncəsi, dünya görüşü çox böyük idi. Dünyaya gəlməmiş, yolun gözlədiyimiz övladımızı itirdik. Qızımın atasını itirdim. Mən demək olar ki, çox şeyimi itirdim. Yəni, biz şəhid xanımları, vallahi, yoldaşımızı itirəndə elə bildik ki, həm keçmişimizi, həm gələcəyimizi o məzara qoyduq. Yəni, sözlə belə o arzunu ifadə eləmək olmadı. Evə məni gətirdilər Qaynatamgildə, hamı qucaqlı, ağır. Elə bilirəm ki, yuxudur. Bir həftə mən elə bildim ki, yuxudayam. Sonra hər gün yoldaşımın yolunu gözlədim. Bu gün gələr, sabah gələr. Çünki nə işi görməmişdim, inanmıram. Sonra çox yerlərə müraciət elədim ki, nə işin görüm, özümdə rahatlıq tapım. Yoldaşımın 40 günü Zəfər bayramı oldu. Axşam idi, mağar qurulurdu. Bəs gördüm, qonşular sevinir, gəlib bizi qucaqla. Elə bildim ki, yoldaşım gəlib. Qaynatamla elə bildi ki, onun xəbərdim. Sonra dedilər ki, Zəfər çalındı. Və biz Zəfər o qədər sevinə bilmədik.
çox adam deyir ki, çox adamı yoldaşım vətənlə qavuşdurdu. Yoldaşım Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. Çox Füzulidən olanları vətənlə qaytardı. Amma bizi vətənsiz qoydu. Məncə bir insanın ən çox vətəni onun ən əziz imiş, onu öyrəndim mən. Sonra da heç nə morqda gedib Füzuli morqundan videoları baxdım, videolarını izlədim. Bəlkə də həyatımın ən böyük peşmançılığını onda çəkdim ki, yoldaşımın o vəziyyətini gördüm. Yəni indi izləyicilər də görəcək şəkillərdən, videolardan ki, yaraşıqlı biri idi. Yəni gözümü yumub yoldaşımla xoş xatirələrimi yada salmaq istəyəndə artıq onu eləyə bilmirəm. Onun o xoş siması yox, o morqdakı son halı gözümün önünə gəlir. Özü mənim yoldaşım susuz, 3 gün susuz vuruşub. Axırıncı fliyaqasındakı suyu da əskərinə içirdiyib, əskərin xilas edib. Sonra da özü Füzulidə ən çətin döyüşlərdə şəhid olub, susuz. Qızınıza atası ilə bağlı nələr danışırsınız? Onun atasını necə tanımağını istərdiniz? Qızıma ən çox atasının necə bir insan olduğundan danışıram. Söz yox, qızım atasını itirəndə 5 aylıq idi. Atası da cəmi 2 dəfə görmüşdü. Yəni körpüyü xatırlamır. İndi də nə qədər desək, yəni ata cənnətdədir, mələkdir, amma həmişə ruhu bizimlədir, səninlədir. O qədər suallar verir ki, uşaq ağlayır. Bəzən o sualların içində heç özümlə çıxa bilmirəm, cavab tapa bilmirəm. Məsələn, bir dəfə sual verdi ki, atam hardadır, niyə gəlmir? Dedim ki, cənnətdə mələkdir, səni göydən izləyir. Bəs mən deyir, göydən ona baxıb çağırsam, o mənim yanıma gələr. Hamının atası bağçadan gəlib götürür, amma mənim atam niyə gəlmir? Yəni, nə qədər izah eləsək belə, yəni uşaqdır, indi hal-hazırda 5 yaşı tamam oldu. İndiyənə qədər o atasının yolunu gözləyir. Elə bilir ki, atası yəni gələcək. Yəni çox psixoloqla da danışmışıq. Deyir ki, yəni özü qəbul olana qədər buraxın. Babası sağ olsun, rayona gedirik, aparır bizi gəzdirir, uşaqla vaxt keçirirlər. Qəbr üstünə gedəndə məsələn deyir ki, o mənim atamın heykəlidir, mənim atam deyil orada yatan, gələcək. Amma yenə atası necə bir insan olduğundan izah eləyirəm, onun qəhrəmanlıqlarından. Yoldaşımın əskərləri, sağ olsun, kursant yoldaşları gəlir bizi ziyarətə. Onlardan danışıram ki, bax, atanın iş yoldaşlarıdır, qardaşlarıdır. Onlar da onun atası haqqında danışır. Yəni, mən də əlimdən gəldiyi qədər yoldaşıma layiq olmağa çalışmışam indiyənə qədər. Nə lazımdır, eləmişəm onu tanıtmaqdan ötürü. Çünki təkcə təsəllimiz onu tanıtmaq və yaşatmaqdır. İnşallah ki, bundan sonra öyrətdiklərimlə də övladım öz atasını yaşadar. Yəni, Bakıda onun üçün neçə sinif adına verilib. Biz hər zəfər bayramlarında da o sinifləri gedib ziyarət edirik. İstəyirəm ki, qızıma bu yolla nəyisə onu izah edeyim. Təkcə öz, yəni övladıma bunu demirəm, bütün şəhid övladlarına bunu deyirəm ki, hər biri inşallah atasının adına layiq övlad böyüsünlər. Valla o uşaqlar da çalışır. Yəni bu illərdə bizim şəhid övladlarımız var, 34 tələbə adını alıblar. İnşallah gələcəkdə mənim qızım da onların içərisində olar. Atası da böyük arzusunu həkim kimi görmək idi. İnşallah qismət olur, o da atasının bir arzusunu yaşadar, atasına layiq övlad olar. Ayaz uşaqkən, xüsusilə də ailə daxilində hansı xatirə ilə daha çox sizin yaddaşınızda qalıb? O hələ uşaqkən belə qəhrəmanlıq göstərirdi. Qardaşımla biz uşaqlıqdan tam bir-birimizə bağımlılığımız olub. Yəni bizdə qardaş sevgisi, bacı qardaş sevgisi tam başqa cür olub da. Qardaşımın vətənpərvərlik sevgisi uşaqlıqdan yaranıb. Ancaq elə vətən sevgisi ilə yaşayıb ki, yəni mən böyüyəndə hərbiçi olacam. Yəni biz də həmişə onunla qürur duyurduq. Eləcə də rəhmətə gedən anamızla birgə. Anam həmişə deyirdi ki, mən səni general olaraq görürəm. Həmişə səninlə fəxr etmişəm, həmişə də fəxr edəcəm. Bir sözlə demək olar ki, mən qardaşıma ruh həşiz olmuşam. O cümlə mən onu çox sevmişəm, çox istəmişəm. Eləcə də qardaşım. Yəni məni bir sözlə çox qoruyurdu, çox istəyirdi. Qardaşınızla bağlı unudulmaz xatirələrinizi bizimlə bölüşmək istədinizmi?
daha çox bir-birimizə bağlılığımız qardaşımın komandir vəzifəsini keçdiyindən sonra ilk Ağcabədidə komandir vəzifəsində işləyib, ilkin təyinatı orada olub, daha sonrası Füzulidə işləyib. Ağcabədidə olanda sanki o mənə atam idi. O dərəcədə qoruyurdu məni. Yəni mən onun hər bir şeyin, bütün formaların, ayaqqabısına qədər təmizləyirdim. İstəmirdim ki, kimsə onun paltarlarına, geyimlərinə, istəmirdim kimsə toxunsun. O dərəcədə ona bağlıydım ki, işdən gəlməyinə 1 saat qalırdı, mən otururdum, həyətdə onu gözləyirdim. Bizim vasitəmizlə gənclərə nə demək istərdiniz? Şəhid bacısı olaraq, daha sonra bir müəllimi olaraq gənclərimizə tövsiyəm budur ki, şəhidlərimizi hər zaman yad eləsinlər, hər zaman qəlblərində yaşatsınlar və heç bir zaman onları unutmasınlar. Hər zaman şəhid ailələrinə dəstək olsunlar. Bizim tək istəyimiz şəhid ailələrinin yanında olsunlar. Dəstəklərini bizdən əsirgəməsinlər. Və bir də deyim ki, bizim tək istəyimiz şəhidlərimizin unudulmamasıdır. Çünki bizim hər birimizin borcudur şəhidlərimizi yad eləmək, onları unutmamaq və onları hər zaman qəlblərdə yaşatmaq və hər zaman da əbədi olaraq yaşayan bizim şəhidlərimizdir. Tağım komandiri Şəhid Ayaz İmanzadə sizin həyatınıza və düşüncələrinizə hansı müsbət təsiri göstərib? O, bu həyatda sizə ən çox nəyi aşılayıb? 2019-cu il iyulun 4-ü 704 nömrəli hərbi hissəyə yollandım Sabunçu rayonundan 8-ci bölüyə. Ayaz İmanzadə sonra gəldi bizim bölüyə. Mən gedəndən bir həftə sonra üstündən bir müddət keçdi, 1 ay. Bizim bölüyə xəstəliyi düşdü. Məndən başqa hamı xəstələnmişdi. Sonra xəstəliyə mən də yoluxdum. Ayaz elə bir ki, mənə özü yemək gətirirdi, məni yedizdirirdi. Avqustun 15-i az günüm idi. Gülşən bacı mənə tort pişirmişdi. Amma mən o tortdan dada bilmədim, çünki vəziyyətim ağırlaşmışdı. Hospitala yerləşdirmişdilər məni. Sonra biz Ayazla ayrıldıq. Mən başqa hərbi hissəyə getdim. Müharibə başladı. Ayazla əlaqəm tamamilə kəsilmişdi, danışa bilmirdik. Axırıncı səfər bizim divizyon komandirimiz onun hərbi hissəsinin divizyon komandirindən bizi danışdırdı. Axırıncı dəfə onda danışdıq. Özündən müğayət ol. İnşallah müharibədən sonra görüşəcəyik. Son döyüşlər zamanı onun göstərdiyi şücaətlərdən və ya sizin yadınızda qalan ən unudulmaz xatirələrdən birini danışa bilərsinizmi? Ayazın şəhid xəbərini mənə divizyon komandirimiz dedi. Çünki onun telefonundan danışmışdım. Mənə deyəndə mən icazə vermədilər ki, mən gəlim Ayazın dəfnində iştirak edeyim. Çünki müharibə gedirdi onda. Qutarandan sonra da böyük prizivləri yola saldılar. Biz yenə qaldıq axıra, gələ bilmədik. Mən elə ki, ən doğma bir qardaşımı itirmişəm. Ayazla biz, mənim elə bir komandirim yox, orada bir böyük qardaşım idi. Mən onun dəfninə 40 mərasimindən sonra gəlib çata bildim. Onun balası da ki, ölənə kimi xidmət göstərəcəm, qulluğunda dayanacam. Şəhidimiz Ayaz İmanzadə ilə bağlı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz? Ayaz İmanzadə bizim fəxrimizdir. Yəni, mənim oğlumun komandiri olub. Komandiri olmaqdan əlavə də, yəni Ayaz İmanzadə mənim elə bir böyük oğlum olub. Yəni, oğlumun əskərlik müddəti vaxtında yəni mənim oğluma o qədər dəyərli, o qədər belə hörmətlə yanaşıb ki, yəni artıq Ayaz İmanzadə mənim oğlum kimi, böyük oğlum kimi təsəvvür eləmişəm. Yəni Ayaz İmanzadə o qədər qəhrəmanlıq göstərib ki, o qədər şücaətli olub, o qədər mərhəmətli olub ki, yəni onun tarixi dastana yazılası bir dastandır. Yəni o heç bir zaman unudulmaz, heç bir zaman itirilməz bir evladımızdır. Yəni onun balası Ceylan da istər əlinin, istər də mən. Yəni son nəfəsimizə qədər yəni onun yanında olmaq bizim borcumuzdur. Yəni Ayaz İmanzadə bir əliyə yox, bütün taboruna elə olub. Ayaz İmanzadə, yəni mənim oğlumun 41 qızdırması olub. Yəni onu məharətlə, onu soyundurub, onu suya salıb,
maşınına qoyub Ağdam hospitalına çatdırıb. Yəni orada həkimlərlə müdaxilə eləyib son dəqiqəsinə qədər onu şokdan çıxardıblar. Ondan sonra mən məlumat tutdum. Mənə heç bir məlumat vermirdi ki, özüm yanındaydı da, əlinin yanındadır. Mən sonra bildim, məlumat aldım, getdim hospitala. Hospitaldan getdik hərbi hissəyə. Onu buraxmadılar. Biz getdik hərbi hissəyə. Hərbi hissədə mən Əliyə icazə istədim. Ona baxmayaraq ki, hərbi hissədə Əliyə icazə vermədilər. Amma Ayaz İmanzadə, Ayaz balam, yəni məharətlə məni qərargaha apardı. Qərargahdan heç mənim danışmamağımı icazə eləmədi. Özü generaldan icazə aldı. Hansı ki, əskərlərə saat 6-ya qədər icazə verirdilər. Ayaz İmanzadə, mənim gözəl balam, mənim qəhrəman balam saat 8-ə qədər Əliyə icazə aldı və mənim yanıma qoşdu ki, ana, apar, get. 8-də gətirib təhvil verərsən. Yəni, mənim balam elə bir qəhrəman bal olub. Yəni, bir yenə də deyirəm, təkrar eləyirəm, yəni, bir mənim evladıma yox, yəni, bütün taborunda olan əskərlərinə Ayaz İmanzadə elə bir olub. Yəni, subutlar var, şəkillər var, videolar var. Yəni, məharətlə, cəsarətlə mənim balam şəhid oldu. Allah ona rəhmət eləsin, yeri cənnət məkan olsun. Bir yəni onda yox, yəni presiyaqasında da, yəni mənim yoldaşım üzrü səbəbdən xəstə olduğundan bizi qoymadı onun presiyaqasına gedək. Yəni Əli hər an Ayazın nəzarət altında olub. Ayaza vəfatından sonra medallarla təltif olunub. Xocavəndin azad olunmasına görə, Şuşanın azad olunmasına görə, Füzulinin azad olunmasına görə və bunlar hamısı 2021 ərəfələrində, 2020 ərəfələrində təqdim olunan medallardır. Yalnız 2022 ərəfəsində təqdim olunan medalımız prezident tərəfindən igidliyə görə medalıdır. O da ki, onun verilməyinin səbəbi çox əskərinin həyatını xilas eləməyidir. Buradakı isə axırıncı dəfə bizlə sağollaşmağa gələndə bunu onun əskərləri hazırlamışdı. Bilirsiniz, əskər payı olur, onlar da əskər payı qutusundan kəsib öz buşlatlarından hazırlamışlar. Bir üstündə C, qızımızın baş hərfi, bir üstündə də Ayazın. Biz bunu qızımızın beşiyindən gətirib aslamışdı. Böyüyənə qədər də elə onun beşiyində qaldı. İndi qızımız üçün atasının əskərlərinə və atasının ilk hədiyyəsi kimi xatirəmizdə qalır. Bu bildiyiniz kimi onların kod açarıdır. Bu bizim nişanlı olan vaxtı onun akademiyada mənim universitetdə istifadə elədiyimiz gümüşdür. Öz stipendiyasından hədiyyə almışdı. Bu isimli və yaxalığı isə müharibədə üzərində olandır. Bunun da bir acı xatirəsi var. Çünki bizə yalnız bu və bu gəlib çıxmışdı. Bu da ki, müharibə zamanı parçalanmışdı. Hələ təmir elətdirmiş çox hissəsini, amma bunu yəni alınmayıb deyə belə qalıb. Qan idi bizə təhvil veriləndə. Qaynatan falan da görüb pis olmasın deyə gecə ilə yumuşdum, təmizlənmişdim, qurutmuşdum. Amma o şey heç yadımdan çıxmır ki, öz əllərim yoldaşımın qanına bulaşmışdı. Bu idi, o idi, buşlat idi. Sadəcə yəni geyimlərindən bizə son ondan xatirə qalanlar budur. Bu son onun kaşlokudur. İçində sığorta kartı, vəsiqəsidir. Və içində 300 manat qızımıza xərclik göndərmişdi iş yoldaşından. Bu onun kursant vaxtı istifadə elədiyi dəftərçəsidir. Atmağa şeyləmişdi, amma ürəyim gəlməmişdi. Ondan bəri saxlamışam ondan bir xatirə kimi. İçində özü yazıb, bəziyib. Bayaqlar vurğuladım ki, biz Ayazı yaşatmadan ötürü əlimizdən gələni eləyirik. Məhz biz Ayaz haqqında film də çəkdirmişik. Filmdəki bir neçə rayonda Heydər Əliyev mərkəzlərində izlənilib. Onun filmi ilə yanaşı həm də onun haqqında kitab da
sağ olsun Nəzakət xanım çap etdirdi. Kitabın da adı onu belə xatırlayıram. Bu isə bizim qızımıza həsr olunub. İçində onun atasının əsgərlərinin, kursant yoldaşlarının onun haqqında xatirələridir. Mənim onun atasının xatirələrimdir. Həyatda bilmək olmur. Vaxt çatar, özü böyüyər, özü istəyirəm oxusun bu kitabı. Üstündəkini də belə eləmişik. Yəni Ayaz bizim yanımızda da olmasa, göylərdən ruhu həmişə qızımızın yanındadır. Ayaz İmanzadə həyatı ilə bugün bizə bir daha göstərdi ki, vətən sevgisi böyük sözlərlə deyil, böyük fədakarlıqlarla ölçülür. Onun həyat yolu səssiz, təvəzzökar, əyilməz və möhkəm bir yol idi. Bu yol onu şəhidliyə aparsa da, millətin qəlbində əbədiləşdirdi. Ayaz bugün danışmadı. Amma onun səssizliyi bir millətin qəlbində ucalan səsə çevrildi. O səs ki, hər çağırışda, hər bayraqda, hər səssiz duada yaşayır. Şəhidlər unudulanda yox, xatırlandıqca yaşayar. Bugün Ayaz bir daha yaşadı. Növbəti buraxılışlarımızda başqa bir qəhrəmanımızın həyat hekayəsini işıqlandırmaq ümidi ilə. Sağ olun.